Salam hörmətli izləyicilərimiz, hər kəsi salamlayıram. Saray qəsəbəsində Paket Kupçalı ana yolun düz yaxınlığında 50 metr, 100 metr məsafədə sizə 3 sotun içində şəxsi tikili monolit betonla yaşayış olan hal-hazırda bir villa təqdim edirəm. 3 sotun içində yerləşir. Mərkəzi kanalizasiya ətrafına qədər villanın sağ tərəfi də yoldur, hörmətli izləyicilərimiz. Belə bir jalüz darvaza, ağlay, gerçək ağlay daşla işləmələr. Baxın, hörmətli izləyicilərimiz, buradan evimiz 2 mərtəbə geniş bir balkonu var. Evimizin burada sağ hissədə əkin sahəsi var. Sol hissədə, baxın, əkin sahəsi evimizin, həyətin işıqlanmalarına qədər hər bir şeyi var. Plus, evin arxasına keçək görək, evimizin arxa hissəsində nələr gözləyir bizi. Evin bu tərəfi də, hörmətli izləyicilərimiz, yoldur, qonşu deyil. Burada da bir əl tikib, əl damı tikib, ev tikmək olar əlavə. Orada bir dənə əl damsı var. Plusdakı evin bu tərəfi ziqzaq varan Q şəklində yoldur. Yəni ev tikib qapısını istəsəz gələcəyinə orada aça bilərsiniz. Bu villa 173 min manata satışa qoyulur. Reallıq olsa, real alıcıya yaxşı endirim sözlə verirəm. Yəni baxın, görürsünüz, həyətin hər bir şeyi qaydasındadır, hörmətli izləyicilərimiz. Monolit betonla tikilib. Keçək bu villamızla içi ilə tanış olmaq. Keyfiyyətli ev qapının ağırlığından hiss olunur. Bura girəndə körəmə qranit. Burada geniş bir dənə sanuzeli baxa bilərsiniz. Bahalı. Ən bahalı materiallardan istifadə olunmaqla evimiz təmir olunub. Keçək evimizin buradan, hörmətli izləyicilərimiz, zal hissəsinə. Zalı da kifayət qədər genişdir, hörmətli izləyicilərimiz. Yaşayış olan evdir. 173 min manata mərkəzi ana yolun üstündə yerləşir. Sarayda bu qiymətə, bu keyfiyyətdə ev yoxdur. Keçək ikinci mərtəbəmiz, ikinci pilləkana da xüsusi, ən bahalı dedi. İzləyicilərimiz, mənim bir dənə də bir şey xoşuma gəldi. Bax, qapı sıyırmadır. Bura istipoldur, keçirik. Bura mətbəxidir. Dəmir töküm kombisi burada, televizor burada. Qarda körəmə qranit də bura istipoldur, həm radiatoru var. Burada indi kuxna mebeli yığdırmayıblar. Kim istəsə yığdırar. Damafon sistemi var. Çıxaq indi ikinci mərtəbəmizə. Bahalı burada ağaclardır. Bahalı ağaclarla. Çıxırıq ikinci mərtəbəmizə. Deməli, burada bir dənə yuxarıda sanuzeli var. Baxa bilərik. Bir dənə də burada. Bir dənə də burada, yəni yataq otağıdır, hörmətli izləyicilər. Baxa bilərik. Hər otağa da kondisionerin kabelini atdırıblar. Bu da mühümdür. Bir yataq otağı buradadır. Baxa bilərik. Evin keyfiyyətinə də söz olunmaz. Yaşayış olan evdir. Bir dənə də yataq otağı buradadır. Paket Kupça ipotekada tam yaralıdır. Kimə ipotek ayrılıbsa 173-ə deyilir. Buyurun zəng edin.